Salam dostlar, mən Hilal. Salam, mən isə Bilal. Kanalımıza xoş gəlmisiniz. Heç fikirləşmirsiniz ki, dənizin suyu duzludur, amma çayların və göllərin suyu yox. Gəlin birlikdə öyrənək. Əvvəlcə belə düşünək. Yağış yağanda su dağlara, meşələrə və torpağa düşür. Sonra bu sular kiçik çaylara, çaylar isə dənizə axır. Amma burada maraqlı bir sir var. Yağış suyu torpaqdan və qayalardan keçərkən çox kiçik duz və mineral hissəciklərini özü ilə aparır. Elə deyilmi, Hilal? Bəli, Bilal, doğrudur. Bu hissəciklər gözlə görünmür. Çaylar həmin duzları min illər ərzində dənizlərə gətirir. Dənizə gələn suyun bir hissəsi günəşin istiliyi ilə buxarlanır. Amma duz buxarlanmır, o dənizdə qalır. Bu proses milyonlarla il davam edib. Hər gün biraz da duz dənizə gəlib. Ona görə də bu gün dənizlərin suyu duzludur. Bəs niyə çaylar duzlu deyil? Çünki çayların suyu daim axır. Duz orada uzun müddət qalmır, dənizə gedir. Bəs balıqlar necə yaşayır? Onlar duzlu suda yaşamağa uyğunlaşmayıblar. Əksinə, dəniz balıqlarının bədəni artıq duzu xaric etməyi bacarır. Ona görə onların rahat yaşayırlar. Bir maraqlı məlumat daha var. Dünyadakı ən duzlu dənizlərdən biri Ölü dənizdir. Elə deyilmi, Hilal? Bəli, Bilal, elədir. Orada su o qədər duzludur ki, insanlar çox rahat suyun üzərində qala bilirlər. Amma bizim Xəzər dənizi Ölü dəniz qədər duzlu deyil. Yenə də suyu içmək olmaz. Çünki tərkibində çoxlu duzlar var. İndi isə sual. Sizcə yağış suyu duzludur, yoxsa şirin? Cavabını şərh bölməsində yazmağı unutma. Bu maraqlı məlumat xoşunuza gəldiysə, videonu bəyənin, kanalımıza abunə olun və dostlarınızla paylaşın. Sağ olun. Növbəti videoda yenə birlikdə yeni sirri kəşf edəcəyik. Hələlik. Sağ olun.